Yaxşı baxın, 2 dənə buketə baxın. Qara, bir də bəzəkli. Hansı buket yaxşıdır, ürək açan, bəzəkli, gözəl? Hansı buketi seçərsiniz? Baxarsınız. Qara buket ya rəngbərəng, bəzəkli. Güllərdir də, yəni hansı gülü seçərsiniz? Qara ilə ya bəzəkli? Qarğa ilə bülbüldür. Hansını seçirsiniz? Qara bülbül, qarğanı ya bülbülü? Hansı gözəldir, hansı ürək açandır, hansı gözəl görsənir? Yəni bu insan yaranıbdır gözəlliyə baxmağa da. Tanrı bu gözü verib gözəllik üçün də. Gördünüz yaxşı, qarğa ilə bülbüldür ya papuqaydır ya kanareykadır. Gördünüz. Yaxşı, indi buna baxın. Bu Ərəb xanımı, bu da Türk xanımdır. Bu Qacarın nəticəsidir. Qacar şahın nəticələridir bu xanım. Yəni bu da Ərəb xanımıdır, hansı ki görürsünüz. Bizə ağıl qoyurlar və bunu İslamla, müsəlmanla bu geyimi deməli göstərir ki, bu müsəlman, İslama aid olan geyimdir. Tövbə. Yəni Tanrı bunlara cəza verib də, bilirsiniz niyə cəzalandırıb? Bunların kişiləri heyvandır, ona görə qadınları örtüblər də. O bir dəfə mən danışmışam. Həm toz torpaqdır, hamam yoxdur, o geyim ümumiyyətlə hər yanda elə olur. Amma o Ərəb ölkəsindəki deməli küləkdir, tozdur, onu bağlanırlar, örtürlər kişilər, arvadlar. Və kişilər özləri də heyvan olub. Kişilər bilirsiniz ki, Ərəb xanımlarını, qız uşaqlarını öldürülmüşlər, basırılmışlar. Sonra qalıblar ki, xanım yox, qadın yox, nəsil yox. Başlayıblar kişiləri o deməli arvad eləməyə. Onlara o yerlərinə dağ basırdılar, alçaqlar, ərəblər. Hansı ki, yayılıb, hər yana yayılmışdı. Dağ basırlar, yazı oğlan uşaqlarını eləyirlər arvad. Bunlara müsəlman deyirsiniz. Ay, heyvandırlar da, bunlar qızın üzünü görəndə atlanırlar küçənin ortasında. Küçənin ortasında. Avropada görübsünüz, saat 3'də apar qız uşağı mini yufkada qoyur Avropada. Gəlsin gecə saat 3'də. Kim bir dənə söz deyəcək? Amma sən apar uşağı qoy, qızı qoy bir Ərəb ölkəsində. O deyirsən, qeyrətli, elə qəfəslə deyil. Gönlü başına nə gəlir? Orada sən o qeyrətli o ərəblərin. Ərəb ölkəsində gör, sağ-salamat çıxacaq qız. Amma Avropada çıxacaq. Yəni o heyvanlıqdan danışıram. Avropalılar da heyvandılar. Sadəcə o heyvanlıq yaşayır. Ona görə bunlar belə geyimi geyinəcəklər. Heyvandılar. Bura açıqdır, bura açıqdır, bura açıqdır, dəli olurlar. Amma biz bunları görəndə fəxr edirik. Bunlar bizim imperatorlarımız olubdur. Tamriz xanımı olubdur. Yəni bu gözəlliyi, bax bu gözəlliyi xilas edən, baxın, şəhid oldu, qurban verdi özünü. Azərbaycan xanımlarını xilas etmək üçün bayraqla çıxdı ki, aparıb öldürməsinlər o xanımları. O xanımları xilas etdi ki, bugün belənki alçaqlar ərəb qayda qanunu gətirən Azərbaycana ərəb deməli törəmələri bizim Azərbaycan qızlarını pozğun deyil. O Natiq Qasımov xilas etdi ki, sən pozğun deyəsən bu qızlara. Bunlara ay kişi, biz yaranmışıq gözəlliyə baxın. Eradan əvvəl baxın. Eradan əvvəl xanıma baxın, döyüşçü xanımdır, gözəl geyimlə. Hansı kişi eradan əvvəl, hansı kişi deyərdi ki, qadın deməli pisdir, pozğundur. Rəhmətli Qənirə Paşayeva, belə xanımlara, siz bizim Azərbaycan xanımlarına necə belə deməli bu geyimlərə pis baxırsınız, sizi o satqın köpək olur. Bunu sual vermək lazımdır da bu adama.
Bunun valideyni uşaq vaxtı gör nə deyib. Deyib ki, yəni kimsə gödəkdirsə, kimsə burası açıqdırsa o pozğundur. Əlbəttə bu ona görə böyüyüb manyak olacaq da. Pozğun deyəndə fikirləşmir ki, axır mən anam var, bacım var axır. Bu pozğun kimə deyirsən? Hansı ki bu qızları yaxşı kişisən, o qızları adam gedər küçədən lap alar, arvad eləyər, həyat verər, gözəlir. Yox ki, gedib elə orada burada tanış olub aparıb aldadıb pozursunuz, sonra deyirsən pozğundur. Görürsən ki, atası yox, qardaşı yox. Sonra gedir özünün bədənini satır. Gedib hardasa bədənini satır bu adam. Gedir İrana alver eləyir. Bir dənə Azərbaycanlı kişi olmadı ki, deyək ki, ay xanımlar, birinci ora getmirik, ikinci niyə bədənliyi satırsan? 2000, çıxardıb cibindən 2000 vermirsən, bunlara deyirəm, çıxardıb 2000 manat verdin hansısa xanıma ki, niyə bədənliyi satırsan? Satma yine, maaş verirəm. İş verdin, vermədin. İş də alçaqlar, verirsiniz qızlara, xanımlara, işə götürəndə. Ona bir elə maaş verir ki, o adamı sonra istifadə eləmək istəyir. O qız da qalıb elə. Kimsə indi məcbur olur, kimsə də gedib özünün bədənini satır. Biz eləyirik onu, kişilər eləyir, alçaqlar. Kişi eləməsə, pozmasa, xanım özünü poza bilər. Gedib eşşəklə pozacaq özünü. Dəvəylə pozacaq. Ya xanımla özünü pozacaq. Kişilər pozur da. Ay alçaq. Sən pozmasan, bu da olmaz. Əlbəttə anan öyrədibdir, anam. Mən sizə deyim, hələ o tək xanımlar var ki, masajında qulluq edirlər kişilərə xidmət. O ki pozğun deyirsiniz, alçaqlar, o pozğun xanımlar olmasa ha, sizin uşaqlarınızı küçədə zorlayarlar. Mən yenə deyirəm, onlara ki pozğun deyirsiniz, onlar olmasa masajda, yenə deyirəm, sizin uşaqlarınızı zorlayacaqlar. Onlar yeri gəlsə kömək edirlər, xilas edirlər. O hansı ki kişi istəyir, xanımla görüşsün, arvadla görüşsün, o xanımlar olmasa, indi gedib neynəyəcək? Sənin arvadı zorlayacaq, qızı zorlayacaq da, ay alçaq, utanmırsan? Sən indi ala bilibsən arvad. Mənəm ala bilmədim arvad. Mənəm evlənə bilmədim. Xanımdır, ərə gedənmədi. Ərə gedənməyən xanımı nə? Kişi ilə görüşəndə pozğun deyərlər. Sən indi almışsan bir dənə peçat vurublar, nədir o peçat təsdiq. Peçat bir dənə peçatdan oldu təmiz. Deməli peçatsız xanıma adam pozğun deyər. O da əlbəttə biri ilə görüşür, sonra o biri gedir deyir ki, istəmir. Belə-belə əldən keçirdilər, yazıq qızı eləyirlər bədbəxt. Belədir. Amma qız da indi inanır gəlir, deyir bəlkə də bir kişi ilə görüşər. Biz alçaqlar pozmasaq, onlar hamı pozacaq. İtlə yaşayacaq, pozulacaq. Və bizim deputatlar da bir məsələ qoysaydılar ki, o dvaret şəsya var ha. Dvaret rakasəçidaniya nə bilim nə. İndi mənəm, arvad yoxdur, boşanmışam. O biridir, ərə gedənmədi qız. Harda görüşsünlər, harda tanış olsunlar. Ona görə belənki bir obyektlər olmalıdır. Klub, görüş, tanışlıq klubu. Klub znakomstv. Orada da mühafizə olmalıdır, orada da deməli, registrasiya olmalıdır. Keçməlidirlər. Siyahıya almalıdırlar ki, hansı kişi xanımla görüşdü, tanış oldu. Bəs necə? Elə insanlar elə cəmiyyəti də xilas edə bilər. Razvodlar da, o boşanmalar da azalar. Manyaklar azalar. Görüş yerləri, xanımla kişi harada tanış olur? Küçədə. Küçədə gəlib bir dənə qıza söz desən, polis gəlib aparacaq, düzdür. Amma elə ki dövlət səviyyəsində klublar olsa, saraylar olsa tanışlıq, insanlar ora gedəndə, qardaş, ora sənədlə, hər şeylə girib, girişi 1 manat, 2 manat da olsun. Orada kim kimi bəyənir, yoxsa anam arvad tapsın mənə.
Yani bibim kızını alım, xala kızını alım, əmi qızı alım, hə, dəlixanadır, nədir bu? Ay kişi, insanlar hər yanda tanış ola bilər, restoranda da, orada, barda da, orada da. Amma siz kişilər o qədər alçaq satqınlarsınız. Gedib bara gedəndə deyir orada pozğunlardır. Gedib sən pozursan da onu. O gəlməyib ki pozulmağa. O gəlib özünü göstərər. Çıxır. İndi bu çıxıb xanımlar eşiyə gözəl geyinib çıxıblar da istəyir kişilərə xoş gəlsin. Xoş gəlmək istəyir də neynəsin? Özünü göstərdi. Bu demir ki apar məni pozginə. İstəyir tanış olsun, həyat yoldaşı olsun, ailəsi olsun, hamı o şeylə, mənayla. İndi kimisə evlənmədi, yenə də deyəm, atası yox, anası yox, ərə gedəmədi. Zorla ərə verməlisən. Zorla verirsən ərə, sonra da gedib ərini öldürür, ya da ər öldürür qızı da. Zorla boşanmaların sayı görürsünüz. Ona görə də beləki klublar olsa, boşanma sayı da azalacaq, manyaklar da azalacaq. Yəni kişilər hərə öz tayını tapacaq, hərə hər qız öz tayını belə görüşüb, gəzib, sevib evlənəcəklər. Evlənməyəndən də indi görüşsünlər, özləri bilər. Burada bir ayıb şey yoxdur ki, evlənənmirlər, görüşərlər də. Ona görə deyirsiniz ki, pozğun birinci düşünün ki, pozğun kimə deyirlər? Təmiz qadın kimə deyirlər? Təmiz qadın kişi odur ki, evlənmədi. O getdi məsciddə, o getdi kilsədə qurban elədi özünü Allaha, məsəl üçün. Təmiz qadın bu sayılır. Baş-başa yatmayanlar oldu, başa yatan, evlənən qadın o təmiz sayılmır heç vaxt. Yadınızda onu unutmayın. Bax belə, əgər istəyirsiniz biləsiniz.